İndi mən 3 dənə nümunə yazım. Il-ilə aid həm qayıdış, həm məsul, həm şəxssiz. İkinci cümlələrin üzərində bunların fərqinə baxaq. Biz bayaqlar dedik, birinci nəyə baxırıq? Şəkilçiyə. Devin canı şüşədədir, bunların da canı şəkilçidədir. Birinci şəkilçi ilə işləyirik. Baxdıq, qız darandı. Birinci şəkilçiyə baxıram. Daranmaqdan daranmaq yarandı. D zaman. N şəkilçisi xatırlayın. Həmin bu şəkilçilər I-ın şəkilçisi istəyirsiniz buradan bir də yazaq. I-ın şəkilçisi 3 növün idi. Məchulun, şəxssizin, şəxssiz, şəxssiz. Bir də ki, qayıdışın. İndi baxırıq. Qız darandı. Daradan daranmaq yarandı. Hə, indi baxın, məchuldur yoxsa şəxssiz. Qız darandı. Baxalım. Qız özü daranır da, qız darandı. İşi öz üzərində eləyir. Da mən burada baxmadım ki, mübtədası var, nəyi var. Mən birinci baxdım, hərəkəti kim eləyir? Qız darandı. Hərəkəti qız özü eləyir, işi öz üzərində eləyir. Deməli, birinci şəkilçi, ikinci hərəkətə baxdım. Demək, bu qayıdış növbədir. İndi o birisinə baxaq, eyni sözdən yazmışam. Yun darandı, yenə də birinci təhlilə, daradan daranmaq, D zamandır. Darandı. İndi baxıram, yun darandı. Yun orada qalıb da, yunu kimsə darıyır. Yəni, yun özü üzərində darana bilməz. Deməli, qayıdış deyil. Ya şəxssiz, ya da məchul. Hə, şəxssizlə məchul olduğunu bilməkdən ötürü, şəxssizdə mübtədasız idi. İndi baxaq, nə etdi? Darandı. Nə? Yun. Bunun mübtədası var. Demək, bu şəxssiz yox, məchuldur. Bayaq dedim axı, məchul M-la başlayır, mübtəda da M-la başlayır. Belə hərflərlə quraşdıra bilərik. Məchul növdədir. Baxırıq, otaq bəzəndi. Sözün kökü bəzənmək, yenə də birinci şəkilçiyə baxırıq. Bunu heç unutmayın, məndən sizə əmanət. Birinci şəkilçi ilə işləyəcəyik. Otaq bəzəndi. Bəzədən bəzənmək yarandı. Bu şəkilçi varsa N, deməli, mən cavablardan artıq məlumu çıxartmalıyam. Çünki I-nın ya məchul, ya şəxssiz, ya qayıdışdır. Üçündən biridir. Demək, variantda mən məlumu çıxartacam ki, zaman itkisi eləməyim. Bəzəndi. Baxıram indi, otaq bəzəndi. Birinci qayıdışı tətbiq edirəm, çünki ən rahat qayıdışdır. Otaq bəzəndi. Otaq illərlə qalsın. Bu otaq bəzənə bilməz. Axı, otağı kimsə bəzəyir. Demək, bu qayıdış deyil. Kimsə bəzəyirsə, ya şəxssiz, ya məchul. Hə, bu şəxssizlə məchulun fərqini bilməkdən ötürü artıq təhlil eləməliyəm. Nə etdi? Bəzəndi. Nə? Otaq. Hə, bu artıq mübtədası var. Demək, bu məchuldur.